Salam, bugün 7-ci buraxılışımızdır və bugünkü qonağımız ana südü və əmizdirmə məsləhətçisi Həcər Piriyevadır. Həcər xanım, xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun. Təşəkkür edirəm dəvətiniz Sağ üçün. olun ki, siz gəldiniz. Ümumiyyətcə bilirik ki, nə qədər ki hamiləlik önəmli, həyəcanlı, sevincli bir dönəmdir. Doğuş özü belə xoşbəxt anlarla dolu bir dönəmdir qadınların həyatında. Və elə bilirlər ki, bununla hər şey bitdi. Bundan sonra hər şey güllük, güzəranlıq olacaq, amma təəssüf ki, bundan sonra başqa problemlər başlayır. Təkcə körpənin işte yoxsuzluğu falan yox, həm də o süd vermə dönəminin gətirdiyi məsuliyyət, yorğunluq, bəzən heç planlanmayan əlavə problemlər və s. İndi təbii ki, biz bunlardan danışanda yəqin ki, bizi izləyənlərin içində yaşlı nəslin nümayəndələri deyə bilər ki, əşi, süd vermək nədir ki də bizim nənələrimiz falan həmişə belə adi bir şey kimi baxırlar ki, uşağa süd verin, uşağa əlavə qida verməyin və s. Amma əslində bu dərin işlərdir, hətta bir elmdir deyə bilərik. Ona görə ki, gerçekten siz daha çox yəqin ki, belə qadınları görürsünüz, daha çox onları görürsünüz. Biz isə öz praktikamızda hamilələrin sonraki dönəmdə hansı çətinlikləri çəkdiyini və s. görürük və hətta bəzən çarəsiz qalırlar gecənin bir saatında bizə zəng edirlər. Halbuki biz təbii ki, çox məlumatlı deyilik sizin qədər bu şeylər haqqında. Ümumiyyətcə nə deyə bilərsiniz yəni bu məsələ haqqında? Bu əmizdirmə, ana südü vermək və s. Düşünürəm ki, əmizdirmə həm çox təbii prosesdir, həm də biraz mürəkkəb prosesdir. Əmizdirməyə hazırlıq olmaq üçün ananın məlumatlı olması vacibdir. Ananın öncədən əmizdirmə nədir, necə başlamalıdır, necə davam etməlidir, mütləq bilməlidir. Çünki doğum sonrası analarda depressiya halı olur da. Biz bilirik ki, hormonlar oynayır və ana normal düşünə bilmir hormonal olaraq və təbii ki, başqa faktorlar da var ortada. Təbii getməyə icazə vermir bu həmin hormonal disbalans, müdaxilələr, nə bilim, böyük bir məsuliyyət, yeni ana olmuşlarda ümumiyyətlə körpə dünyaya gəlir və çox ana məsuliyyət hiss edir üzərində. Bütün qidalanma səndən asılıdır, özünü çaşdırır. Ona görə də mütləq surətdə məlumatlı olmaq lazımdır. Əgər ana məlumatlı olsa, mütləq surətdə bu əmizdirmə çox təbii, çox rahat gedə bilər. Əmizdirmənin rahat, təbii getməməsinin ilk səbəbi mənə elə gəlir ki, məlumat olmamasıdır. Və bəzən analar məlumatlı olsa belə, çox az məlumatlı olan ailə üzvləri, cəmiyyət, sosial ətraf buna müdaxilə edir və ana belə deyək də öz bildiklərini belə şübhəyə düşür ki, yəqin ki, mən yaxşı bilmirəm, yəqin ki, bu düz deyil və bir əmizdirmə bir axsaqlığa məruz qalır. Onda belə deyək, mərhələli gedək. Doğuşdan əvvəl, məsələn, bizə ən çox hamilələr bəzən zəng edirlər təlaşla, doktor mənlə biraz süd gəldi sanki, nəsə gəlir süd vəzindən. Ümumiyyətcə hamiləlikdə süd gəlməyi normaldır. Hamiləlikdə döşlər dəyişilir. Hamımız bilirik. Bizim də konsultasiyada ilk sualımız olur ki, döşlərdə nəsə bir dəyişiklik olubmu? Mütləq olur. Qaşınma olur, sinədə böyümə olur, pigmentasiya dəyişilir, areola hissə tündləşir, böyüyür. Sonra areolanın üstündə nöqtələr kimi şeylər yaranır. Bunlar normaldır. Həmçinin süd gəlməsi də normaldır. Artıq doğuşa az qalmış ağız südü dediyimiz o kolostrum formalaşır bədəndə və gəlməyə başlayır. Bəzən analar düşünürlər ki, hər anada gəlmir bu, gəlməyə də bilər. Gəlməsi də normaldır, gəlməməsi də normaldır. Bu məmənin quruluşundan asılıdır. Bəzən analar düşünür ki, məndən əgər hamiləlikdə süd gəlməyibsə, demək mənim doğuşdan sonra südüm olmayacaq. Və yaxud da siz dediyiniz kimi süd gəlir və analar qorxur ki, yəni nəyə görə məndə süd gəldi? Hər bir hal normaldır. Tamam, indi hamiləmiz doğdu, uşağına qovuşdu. Gətirdilər, təbii ki, bir neçə gün xəstəxanada qalırlar və onlara o dəri təması və s. bunların hamısını eləyirik təbii ki. Amma yenə hər şey əla ikən, gözəl ikən yenə də başlayır hamiləmiz, zaxımız artıq ağlayır, panikaya düşür. Mənim heç südüm yoxdur, uşağa nə verəcəm, necə olacaq? Bu südüm yoxdur. Yəni belə bir şey ola bilər ki, necə süd olmasın və yaxud da ki, nə etməlidir ki, o ilk süd gəlsin. Bizə müraciət edəndə analar mənim südüm yoxdur deyirsə, biz ona deyə bilmərik ki, mümkün deyil, hər ananın südü var.
bu düzgün yanaşma deyil. Çünki bəzən olur ki, analarda süd olmaya bilər həqiqətən də. Ola bilər ki, onlarda vəz kifayət qədər deyil. Ola bilər ki, bəzi xanımlar, misal üçün qızlıq dönəmində, uşaqlıq dönəmində sinə hissədən zədə alıblar və onlarda kanallar zədələnib. Və yaxud ola bilər ki, genetik olaraq mən bunu da soruşuram ki, misal üçün ananızda, xalanızda, nənənizdə əmizdirmə necə olub? Olmayıbsa biz burada bir şübhələnirik ki, görəsən altda yatan səbəb nədir? Əgər hər şey normaldırsa, hormonlar qaydasındadırsa, kanallar, vəzlər normalsındadırsa, hər ananın südü var. Burada artıq xarici faktorlara köklənirik ki, nə qədər əmizdirirsiniz, nə qədər simulyasiya edirsiniz döşləri. Misal üçün, körpə doğulandan sonra neçə saat sonra və yaxud da nə zaman, bəzən olur ki, bir gün sonra ana körpəni məməyə qoyur. Məməni simulyasiya eləmədikcə bizdə süd gəlməsi bilirik ki, beyinlə əlaqəli bir şeydir. Və biz məməni simulyasiya eləmədikcə beyin bizə o südü istehsal eləmir və süd təbii ki, olmur bir müddət sonra. 2 gün, 3 gün, bir həftə sonra olmur. Bir də bəzən deyirlər ki, bilmirəm də bu süd yetir yoxsa yox, sanki azdır. İşte özellikle ilk günler bunu çok soruşurlar. Zaten uşaq da bir balaca değil. Çox balaca da olur. Zaten ehtiyacı aslında çox deyil. Amma necə bilsinlər ki, o süd yetdi ona yoxsa yetmədi? Anaların ən çox narahat olduğu mövzudur. Ana narahat olmasa belə ətrafdan yoldaşı, nə bilim, ətrafı onu narahat eləyir. Birinci növbədə analar bilməlidir ki, körpə doğulanda ilk 3 gün onun mədəsi gilas boyda olur. Yəni onu dolduracaq süd təbii ki, anada var. Amma yenə dediyim kimi simulyasiya olunmalıdır məmə. Biz körpəni məməyə qoyuruq. Təbii ki, ana bilməsə belə tibb bacısı görür ki, körpə əmir və udqunur. Bilir ki, burada artıq süd gedir ona və sonra nədən bilirik? Təbii ki, biz körpənin çəkisinə baxırıq. Bir həftə, 2 həftə sonra. Çünki körpənin bir şişliyi də olur da. Şişliyi atanda da çəki düşür. Onda da analar panikaya düşür ki, uşaq 3-600 doğulmuşdu. Niyə 3 kilo 300 indi bir həftə sonra? Bunun 300 qramı gedir. Ödəmlərə gedir. Ondan sonrasına biz baxırıq. Bir 10 gün sonrasına baxırıq ki, körpə başlayırmı çəki almağa və təbii ki, biz bezə baxırıq. Bezlər kifayət qədər çıxırsa, dolu bezlər çıxırsa gün ərzində, misal üçün bir həftəlik körpə gün ərzində bir 6-7 bez çıxarırsa, demək körpə doyur. Narahat olmağa ehtiyac yoxdur. Çünki bəzən körpə ana südü içir, bezlər də qaydasındadır, amma ağlayır. Yozulur ki, acdır. Uşaq acdır. Acdır və bir də körpələrin əmmə refleksi olur. Maksimum əmmək istəyirlər də, gün ərzində əmmək istəyirlər və ağız gəzdirirlər, əmmək istəyirlər. Bunu da yozulur ki, acdır. Ac olmasa niyə əmmək istəsin? Halbuki burada o məmədə qalanda heç aktiv əmmə də olmur bəzən. Onu sadəcə əmir. Sadəcə əmir. Yəni ona görə də əgər bez qaydasındadırsa, çəki qaydasındadırsa, demək körpə doyur. Bir də indi şey yadıma düşdü. Bunu da çox bir-iki dəfə soruşublar. Yəni belə süd vəzi böyükdürsə, bu südü çox olacaq. Ay bunun zaten süd vəzləri balacadır, heç bunun südü olmayacaq. Belə bir şey var ümumiyyətcə yəni. Vəzlər rol oynayır, vəzlər rol oynayır. Amma südün məmənin quruluşu rol oynamır. Yəni o pi toxuması deyil də. Yox. Yəni ola bilər ki, məmə quruluşu balacadır, amma kifayət qədər onun süd kanalı var, vəzi var. Yəni məmə balacadırsa südü az olacaq deyilən bir şey yoxdur. Çünki niyəsə belə bir inanc var ki, yox, axı sənin də süd vəzin böyükdür filan. Necə yəni süd yoxdur? Belə də deyənlər olub çünki. Yox, o məmədən çox onun daxilindəki kanallardır. Əsas toxuması olur. O həcmi verən daha çox biraz da bu olur da əslində. Tam demək ki, ölçü ilə də dedik ki, çox yəni bağlantısı yoxdur. Sonra necə, hansı ardıcıllıqla, hansı saatda bir belə deyək də, neçə saatda bir qoysunlar uşağı süd vəzinə? Nələrə ümumiyyətcə diqqət eləsinlər ki, yəni düzgün şəkildə əmizdirmə prosesi baş tutsun. İlk günlər körpə doğuldu və yenə deyirəm, ilk körpədirsə, ananın və körpənin bir-birinə adaptasiya dönəmi var da. Körpə anaya alışmağa çalışır, ana körpəyə alışmağa çalışır və bu çox təbii prosesdir. Mən həmişə bu sözü istifadə edirəm konsultasiyalarımda
ki biz insan bəzən təbiətdən ilham almalıdır da. Yəni heç bir məməli insandan başqa doğumdan sonra dərd çəkmir ki, görəsən mənim südüm var, görəsən mənim körpəm nə qədər əmdir. Yəni pişik də balasını nə qədər istəyir, əmizdirir, düzdürmü? Biz də körpəmizi nə qədər istəyirsə əmizdirməliyik ilk günlər. Yəni bir aylıq körpədir, məsəl üçün bir ay müddətində nə zaman ağladı, nə zaman məmə istədi, bəzən heç ac olmasa belə əmmək istəyir də, anasını istəyir, iyini istəyir, susuzluyur istəyir ki, bilirik ana südünün tərkibi suyundan zəngindir. Yəni körpə nə zaman istədi, biz bunun hesabını eləmirik. O zaman da əmizdirmək lazımdır və hətta bəzən körpə tutaq ki, istəmir, sakitdir körpə, amma ana özü körpəni əmizdirmək istəsə belə yenə məməni təklif edib əmizdirə bilər. Çünki bu həm də ananın da ehtiyacıdır. Bəs o gecə yuxusu ərzində məsələn də normalda deyək ki, ananın bəlli bir gecə yuxusu vardır. Tabii gecə o əmizdirməsi necə ayarlanmalıdır? Gecə saatlarında, yuxu saatlarında olan. Yeni doğulan körpənin bir rutini yoxdur. Artıq körpəyə görə yəni. Hə, yeni doğulan körpənin belə gecə və gündüz anlayışı yoxdur, bilirik ki. Bəzən olur ki, körpə gündüz yatır, gecə maksimum əmir. Əsas bizə lazım olan körpənin lazım olan qidanı almasıdır da. Yəni bəzən deyirlər ki, bu uşaq heç gündüz yeməyib, yəni necə çəki alacaq, yəni necə inkişaf eləyəcək və s. O gecə bütün yeməyini alır, yəni orada problem yoxdur. Gecə körpə əgər ancaq ana südü ilə qidalanırsa, gecə 3 saatdan bir də oyansa yedizdiririk, 1 saatdan bir də oyansa yedizdiririk. Yəni deyirəm, bunun bir saatını tutmuruq biz. Amma əgər ortada bir stress faktoru varsa, misal üçün uşaq süni qida yeyirsə, ana südü yeyirsə, biz südümüzü artırmaq məqsədi ilə mən misal üçün analara məsləhət görürəm ki, gecə 2 və 5 arası prolaktin hormonunun ən aktiv olduğu zamandır da. Onda ya əmizdirin körpəni və yaxud da körpə yatıbsa onu oyatmağa qoymursanız, heç olmasa südünüzü sağın ki, bu dönəmdə sizin südünüzü artmağa kömək eləyir. Bəs nə qədər müddət sadəcə ana südünün verilməsini məsləhət görürsünüz ki, yəni sadəcə ana südü alsın körpə bu aylara qədər? Okay. Məsləhət görürük ki, biz ümumiyyətlə məsləhət görəndə mütləq surətdə elmi mənbələrə söykənirik. İlk 6 ay bütün elmi mənbələrdə ana südü məsləhət görülür. Ümumiyyətlə su belə verilmir də körpələrə. İlk 6 ay ana südü körpənin bütün ehtiyacını qarşılayır, 100%-ni qarşılayır. 6 aydan sonra artıq başlayır qatı qidalanmaya keçməyə. 6 aydan sonra da yenə ana südü ilə davam edirlər. Nə zamana kimi davam etmək lazımdır? Bu ana və körpənin qərar verə biləcəyi bir şeydir. Çünki bəzən ana olur ki, 9 aylıqdır uşaq və əmizdirməkdən yorulur. Əmizdirən zaman artıq stres keçirtir, əmizdirən zaman qıcıqlanır. Bunda biz ananı məcbur eləyə bilmərik ki, 2 yaşa kimi əmizdirməlisən. Çünki əgər bu əmizdirmədən ana və körpə zövq almayacaqsa, ehtiyac yoxdur o qədər əmizdirməyə. Və yaxud da 2 yaş olub və biz anaya deyə bilmərik ki, sən əmizdirməni sonlandırmalısan. 3 yaşa kimi əmizdirmək istəyirsə, yəni bu ana və körpənin verə biləcəyi bir qərardır. Minimum 6 aya qədər məsləhətliklər. 6 aya qədər tam ana südü, 2 yaşa qədər də ana südünün davam etməsi məsləhətlidir. Sonra bir sual daha çox verilir ki, süd vəzinin ucu yoxdur, giləsini tuta bilmir və s. Yəni bunun bir çarəsi var ümumiyyətcə? Süd vəzi olur ki, ümumiyyətlə belə deyək də, aerola hissədə yalançı batıqlıq olur da. O yalançı batıqlıq olanda uşaq əmdikcə o çıxır. Hə, o çıxır. Onda yəni o heç bir problemli bir vəziyyət deyil. Ola bilər ki, yenə batsın, amma yenə əmizdirdikcə yenə çıxır. Və yaxud da biraz daha belə deyək də, əmdi çıxdı və əmməsi çətindirsə, biz ona biraz köməklik göstəririk, çıxarmağa köməklik göstəririk və yaxud da silikon ucluqlardan istifadə edirik. Amma ola bilər ki, ümumiyyətlə çıxarılmayan ucudursa, artıq bunun növləri var da. Onda ancaq ucluqlar. Yəni bunun da bir çarəsi vardı, bir ucluq falan qoyur. Çarəsi var, bəli. Bəs bu çatlar olmasın deyə, yaralar olmasın, məsələn, onu da çox soruşurlar ki, uşaq əmir, amma ki, o qədər yaradır ki, incidir, verə bilmirəm südü. Ona necə profilaktika, necə eləyə bilərlər? Ümumiyyətlə, profilaktika deyirsiniz, hamiləlikdən məmə ucularını nəmləndirmək önəmlidir. Nəmləndirsələr daha yaxşı olar. Çünki əmizdirmə dönəmində ilk
3 gün, 5 gün ağrı olur. Amma əgər ağrı çatlaşmağa, qanlamağa gedirsə, bu artıq normaldır. Bura bir müdaxilə mütləq lazımdır. Birinci biz çatlama varsa, bir baxmalıyıq ki, körpədə bəlkə əmməsi düzgün deyil, bəlkə körpədə bir dil bağı var, bəlkə körpə düzgün məməyə yerləşdirilmir, və yaxud da körpə damağına çox sıxır, elə bir ki, əzələr möhkəmdir və məməni əzir. Birinci körpəni oral müayinə eləmək lazımdır. Əgər körpədə hər şey qaydasındadsa, sonra biz pozisiyaya baxırıq ki, ana görəsən körpəni necə yerləşdirir məməyə. Çünki ancaq ucu əməndə körpə yenə oranı incitə bilir. Əsas aerola hissə verilməlidir körpəyə. Profilaktika, əgər çatlama varsa artıq burada biz mazlardan istifadə edə bilərik bu həkim təyinatı ilə və yaxud da müəyyən bir müddət silikonluculuqla əmizdirə bilər ana ki, ora mazdan istifadə elədikcə, hər dəfə əmdikcə o mazı silmək məcburiyyətində qalır ki, bir müəyyən bir sağalma dövrü olsun. Və yaxud da tam qanlama varsa, ana heç cür əmizdirə bilmirsə, əmizdirmə işgəncədirsə, biz ona məsləhət görürük ki, 2 gün, 3 gün sağıb südü verək, məmələr heç olmasa biraz sağalsın. Bu sağmaq məsələsinə gələndə, bu çox tez-tez bir də nə olur? Xəstələr zəng eləyir ki, süd vəzmi çox şişib, biraz qızdırma var, ağrı var, həssaslıq artıb və s. Yəni mastit əlamətləri sayırlar və evdə müxtəlif vasitələrdən onlara məsləhət görənlər olur, nə bilim təbii ki də bu xalq arasında olan vasitələrdən. Sonra çox ağırlaşmış şəkildə gəlirlər bəzən. Belə də olanda təbii ki daha ağır antibiotiklər təyin olunur. Hətta artıq o dönəmdə süd verməni belə bəzən yasaqlayır pediatr ki, yox, artıq bu şəkildə olmaz. Bəs necə eləməlidirlər ki, bu proses ya başlamasa, ya da başlayıbsa, ümumiyyətcə, yəni ki, bu mastit əlamətləri keçsin də, yəni necə boşaltmalıdırlar o dönəmdə? Mastit belə deyək də 3-cü mərhələdir deyək də. Birinci bir döşdə doluluq olur, ənqorjman ola bilir. Sonra mastit artıq qızarıqlıq, temperatur verən dönəmdir. Biz çalışmalıyıq ki, mastitə kimi məməyə müdaxilə edək. Artıq mastit isə biz həkimə yönləndiririk. Çünki burada bir antibiotik qəbulu olmalıdır. Amma mastitə kimi yaranmasın deyə artıq əgər məmədə doluluq varsa, mütləq surətdə oranı boşaltmağı tapşırırıq. Əmizdirmə varsa, əmizdirmə ilə. Əmizdirmə yoxdursa, sağım üsulu ilə kanallar boşalmalıdır. Yəni, doluluq kanalların dolu olmağı anlamına gəlir də. Orada artıq süd qaldıqca sonra iltihablaşır və mastitə çevrilir. Orada artıq kütlə olur və onu boşaltmaq da biraz çətin olur. Çalışmaq lazımdır ki, ana əgər doluluq hiss eləyirsə, birinci növbədə boşaltsın. Yəni, bizim ilk növbədə məsləhətimiz əmizdirmədir. Əmizdirmə yoxdursa, deyə bilər ki, mən uşağım heç cür əmmir, onda sağırıq, boşaldırıq. Bəzən analar deyir ki, yəni heç əl vura bilmirəm mən məməyə, çox ağırdır. Onda bir kompres məsləhət görürük ki, heç olmasa məmə yüngülləşsin və sonra onu yumşalsın və sonra sağım eləsin. Tamam. Bir də məsələn, bəzən südü olmayan xəstəyə çox belə şirin şeylər bişirirlər, işte çox unlu, şəkərli, yağlı və s. Xəstə çəki alır, amma süd yoxdur ortada. Məsələn, həddindən artıq maye qəbulu və yaxud da ki, müxtəlif vasitələr, dərman preparatları və s. Ümumiyyətcə südü artıran, həqiqətən südü artıran hansısa bir bilinən bir şeylər var ki, bunlar normal yuxu rejimi başqa, tamam, stres olmamalıdır. Zahı bilmirəm nə dərəcədə mümkündür, amma belə ideal şərtlərdə olmalıdır. Amma qida olaraq, yəni sırf qida olaraq nələri tərcih eləməlidirlər süd vermə dönəmində? Şirniyyat tərcih eləməməlidirlər. Karbohidrat olmamalıdır. Çox da gətirirlər, xəşil, quymaq. Karbohidrat, şəkər olmamalıdır. Yəni süd artırmaq üçün bundan istifadə etmək lazım deyil. Çünki hədsiz istifadə körpədə allergiya da yarada bilir, anada şişkinlik də yarada bilir və süd artırmada o qədər köməyi olmur. Və ananın əmizdirirəm deyə maksimum yeməyə də ehtiyacı yoxdur. Yəni mən əmizdirirəm, mən çox yeməliyəm deyilən bir şey yoxdur. Mən əmizdirirəm, 5 litr su içməliyəm deyilən bir şey də yoxdur.
Onsuz da siz əmizdirdikcə, bədəndən verdikcə sizin müəyyən bir tələbatınız olur. Su da içmək istəyirsiniz, qidalanmaq da istəyirsiniz. Maksimum balanslı qidalanma lazımdır. Və mən süd artıran bir qida yedim, mənim südüm artacaq deyilən bir şey də yoxdur. Çünki südü artıran ilk növbədə əmizdirməkdir və yaxud da sağımdır. Yəni döşün stimulyasiya olunmasıdır. Mən yeyim, amma sağım eləməyim, döşümü əmizdirməyim, orada biz artımdan söhbət gedə bilməz. Analların yemək olaraq, qida olaraq sağlam qida seçməsini məsləhət görürəm. Yəni Balanslı yəni. balanslı da, yəni şəkərə üstünlük verməsinlər. Çünki şəkər çox yeyən analar da görürük ki, 3 ayında müraciət edirlər həkimə ki, uşağımda nəsə səpki var və s. Həkim dərhal ananın qidalanmasına pəhriz deyir. Ana südü ilə qidalanırsa, körpəyə təsir eləyir. Ona görə də balanslı. Məsələn, bizim Azərbaycanda ümumiyyətlə yenidir süddaş markası. Biz analar üçün süd artırıcı qoğallar, kekslər təqdim edirik də. Amma onları belə təqdim edəndə biz qeyd edirik ki, bunlar sizin südünüzün artırmasında müəyyən qədər rol oynaya bilər. Əsas süd artırma əmizdirmədir. Yəni mütləq surətdə əmizdirmə olmalıdır ki, yanında köməkçi vasitə kimi, dəstək kimi qidalanmadan dəstək ala bilərsiniz. Çox gözəl. Növbəti sualım. Deyək ki, süd verən bir qadın bir müddət sonra hamilə qalır. Hamiləlikdə də süd verməyə davam eləmək olarmı? Hamiləlikdə süd verməyə davam eləmək olar. Bunu birinci növbədə həkim təyin eləməlidir. Çünki əmizdirmə zamanı bilirik də oksitosin hormonu aktiv olur və oksitosin də uşaqlığa təsir edir. Ona görə də əgər hamiləlik normaldırsa və heç bir problem yoxdursa, bunu həkimin göstərişi ilə davam eləmək olar. Və bir də ana özü hamilə olduğu zaman biraz daha qıcığa meyilli olur da, onda əmizdirmək özü istəmir. Amma əgər hər şey normaldırsa, bəli, davam eləmək olar. Xüsusilə biz deyirik ki, əgər qadın daha öncə keysəri olubsa və o müddət qısadırsa, bəzən dediyimiz kimi oksitosinin təsirindən uşaqlıq yığıla bilir deyə və s. bəzən cilt aşağıda yerləşibsə və yaxud da ki, erkən doğum. Bunu mütləq surətdə ginekoloq təyin eləməlidir. Ona görə biz də soruşan hamilələrə bəzən sadəcə mesajla və s. soruşurlar. Deyirik ki, yəni birinci mütləq görmək lazımdır pasiyenti. Həm ananın hekayəsini bilmək lazımdır, həm də müayinə nəticələrini görmək lazımdır. Əgər dediyiniz kimi hər şey okeydirsə, çünki hamiləlik südün çox keyfiyyətini dəyişmir əslində və uşaq da qəbul edirsə, hamilə özü də əmizdirməyə davam etmək istəyirsə, uyğun şərtlərdə bu mümkündür. Yəni. Və nəhayət sonuncu sualım, hamiləlikdən süd vermə nə dərəcədə qoruyur və yaxud da ki, bəzi hamilələr niyəsə elə düşünür, daha doğrusu analar niyəsə elə düşünürlər ki, mən süd verirəm, mən daha hamilə qala bilmərəm. Elə buna güvənirlər, başqa heç bir tədbir görmürlər. Ona görə də 2-3 ay sonra gəlirlər ki, mən deyəsən hamiləyəm, yaman ürəyim bulanır və s. Zaten çoxusu da menstruasiya görmürlər deyə bu dönəmdə. Ona görə lap arxayın olurlar. Bu haqda nə deyə bilərsiniz? Bəli, əmizdirmə dönəmində prolaktin aktiv olduğu üçün o progesteron hormonu çox da aktivlik eləyə bilmir bədəndə. Ona görə elə menstruasiya olmur, hamiləlik olmaya bilər. Amma bu garantiya deyil 100%. Əmizdirərək təbii ki, hamilə qalmaq mümkündür. 100% qoruyur deyilən bir şey yox. Ona görə. Və son olaraq siz yeni ana olanlara, süd verənlərə və yaxud da verə bilməyənlərə nə demək istəyirdiniz? Yenə deyirəm, birinci növbədə məlumatlı olmaq lazımdır. Çünki 9 ay dönəmdir və mütləq surətdə heç olmasa 2 kitab oxuya bilərsiniz əmizdirmə barədə. Məqalə oxuya bilərsiniz. Bizim məqalələrimiz var. Mütləq surətdə məlumatlı olun. Məlumatlı olan analar belə bəzən deyirəm də, o çaşqınlıqdan, hormonal disbalansdan yenə bildiklərini belə itirirlər, unudurlar. Dəstək almaqdan çəkinməyin qəti surətdə. Çünki yeni doğulan körpəyə nə qədər erkən dəstək göstərirsə, bir o qədər də tez nəticə alırıq. Nəinki 3-4 ay sonra. Və əmizdirmə çox təbii prosesdir. Mürəkkəb
mürəkkəb olduğu qədər də təbii prosesdir. Əsas ananın ruh sağlığıdır, psixi sağlamlığıdır. Siz nə qədər rahat olsanız, psixi sağlam olsanız, o körpənizə də təsir eləyəcək və sizin əmizdirmə prosesiniz çox rahat gedəcək. Həcər xanım, çox xoş oldu mənə. Mənim Çox üçün maraqlı də. oldu həm də. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Mən təşəkkür edirəm dəvətiniz üçün. Sağ olun.